Mühasiblər və fərdi sahibkarlar üçün mühüm xəbər. Artıq fərdi sahibkarlar vergi hesabatları və bəyannamələri New e-Taxes qovazda hazırlamaq və göndərmək üçün giriş icazəsini Sima imza tətbiqi vasitəsilə mühasiblərinə təqdim edə bilər. Bu, tətbiqə əlavə olunan QR şer xüsusiyyəti ilə mümkün olur. Yəni artıq sizin hesabatları tərtib edən mühasib Dövlət Vergi Xidmətinin elektron sistemində sizin sahibkar kabinetinizə daxil olmaq üçün əlavə telefona, fiziki vasitəyə, nömrəyə ehtiyac olmadan uzaqdan yalnız Sima imza tətbiqi vasitəsilə giriş üçün identifikasiyanı təsdiq edə bilər. Bunun üçün mühasib ilk olaraq New e-Taxes qovaz saytına daxil olub giriş bölməsindən Sima imza seçimini eləyir. Bu zaman əgər kompüterdən daxil olursa, ekrana çıxan QR kodu mobil cihazında Sima imza tətbiqinin QR bölməsindən oxudur. Smartfondan daxil olursa, Sima mobil tətbiqinə keçid et düyməsini sıxıb ekrana çıxan imza linki göndər seçimini eləyərək sahibkara göndərir. Məhz bu göndərilən link mühasibin fərdi sahibkarın vergi kabinetinə girişini təsdiqləmək üçün tam şifrələnmiş vasitə rolunu oynayır. Fərdi sahibkar da öz növbəsində linkə daxil olaraq avtomatik Sima imza tətbiqinə yönəlir və burada Sima imza sahibkar sertifikatı ilə Face ID, barmaq izi və ya təyin etdiyi 6 rəqəmli kod metodlarından biri ilə təsdiqləməni tamamlayır. Bu halda avtomatik olaraq sahibkarın şəxsi vergi kabineti mühasibin daxil olduğu cihazda açılmış olur. Bu qədər sadə. Artıq mühasib sahibkar adından Dövlət Vergi Xidmətinin elektron sistemində lazım olan əməliyyatları icra eləyib, hesabatları və ya eqamələri təqdim edə bilər. Sahibkar da öz növbəsində mühasibinin hansı sistemlərə daxil olub, hansı əməliyyatları icra etdiyini tətbiqdə izləyir. Qeyd edim ki, bu əməliyyat üçün həm mühasib, həm də sahibkar Sima imzada qeydiyyatdan keçməli, xüsusən də sahibkarlar tətbiqdə fərdi sahibkar sertifikatı yaratmalıdırlar. Belə dostlar, ümid edirəm bu video haqqında danışdığım şəxslər üçün maraqlı oldu. Odur ki, videonu mühasib və fərdi sahibkar dostlarınızla bölüşməyi və daha çox belə məlumatlar üçün bizim kanala abunə olmağı unutmayın.